18 gün ölüm-dirim savaşı verdikdən sonra şəhidlik zirvəsinə ucalan Mətləb Cəfərov Məhəmmədoğlu 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən vətəninə, torpağına bağlı böyüyən Mətləb ilk təhsilini doğma kəndində alıb. Orta məktəbi bitirdikdən sonra o, dövrün Kənd Təsərrüfatı İnstitutuna qəbul olunub. Ali təhsilini uğurla başa vurduqdan sonra leytenant rütbəsində müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini baş leytenant rütbəsi ilə başa vuraraq ehtiyata buraxılıb. 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsi başlananda Mətləb Cəfərov bir an belə tərəddüd etmədən könüllü olaraq ordu sıralarına yazılıb. Adına çağırış gəlmədikdə isə yenidən rayon komissarlığına müraciət edib. Nəhayət, oktyabrın 16-sında ailəsi ilə halallaşaraq cəbhəyə yollanıb. Döyüş meydanında böyük şücaətlər göstərən baş leytenant Mətləb Cəfərov ən qaynar nöqtələrdə döyüşüb. Torpaqlarımızın azadlığı uğrunda canını sipər edib. Noyabrın 2-sində Qubadlı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına yaralanıb. 18 gün koma vəziyyətində həyatla ölüm arasında mübarizə aparan Mətləb Cəfərov noyabrın 20-sində doğum günündən cəmi bir gün sonra şəhidlik zirvəsinə ucalıb. Bugün o, doğulduğu Sabirabad rayonunun Nərimankənd kəndində uyuyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Mətləb Cəfərov ölümündən sonra vətən uğrunda, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə və igidliyə görə medalları ilə təltif olunub. Mətləb Cəfərov öz həyatı ilə sübut etdi ki, vətən uğrunda canından keçənlər heç zaman ölmürlər. Onlar xalqın qəlbində əbədi yaşayır.